Real'la belə bir şey planlaşdırırıq inşallah ki, ancaq travel şirkətləri baxsın, amma böyük, pullu travel'lar baxsın. Nədir söhbətimiz? Biz bir-iki ölkəyə uçduq, getdik, gəldik, o yan bunun sağlamlığı ilə bağlı, ora-bura, amma videoları çəkməmişik. Paylaşacağım düzdür maraqlı. Amma bizim xaricə getməyimiz üçün, ora-bura getmək üçün böyük vəsaitlər tələb olunur da, yəni biletdir, moteldir. Bizə də travel'a müraciət edir, açılır. Amma mən heç vaxt belə şeylə razılaşmamışam. Ancaq Real'a görə, çünki deyir, mən istəyirəm xarici ölkələri gəzmək. Yaxşı, necə deyirlər, biraz güclü. Travel'a müraciət eləsin. Görək bu travel'ların arasında seçim eləyəcəyik. Baxacağıq. Kimdir? Biz inşallah ayda bir dəfə, iki dəfə indi baxacağıq da, indi Real bəyin keyfinə. Prosto deyir ki, mən 3-4 gün qalam mənəm. Səhər uçub, axşam daha dala qayıtmaq istəyir. Bax, belə bir şey istəyir. Çünki Türkiyədə bir balaca problemləri yarattı, güclə qutardım o aşirətləri zadın əlindən. İndi bütün daha... Çalışaydı. Görək hansı travel yaxşı bir rəyli bir, amma seçimi biz eləyəcəyik inşallah. Yazsınlar, seçimimizi eləyək, müqaviləmizi bağlayaq. Gözləyirik sizə. Bəli. Sağ olun.